Sızanağın üstüne yapıştır, quru qurutsun sızanağı. Qardaş, bax üzündə sızanağın, pirşiyin varsa bütün günü güzgünün qabağına keçib üzüvü sıxıb püskünə qoyma. Valla çapıq çupuq qalır. Ortada bir şey yoxdur. Üzün hamısı sızanaq izləridir. O yetkini dönəmin biz də yaşamışıq. Görürsən üzün nə təmizdir. Bax üzündə sayıram. Pirşi, sızanaq, akne hər hansı biri varsa yaxınlaş aptekə. Aknesil plastır al. Bu plastır hidrokolloid plastırdır. Hidrokolloid bilsən nə deməkdir? Ekrandakı ürəyə qızar izah edeyim. Yapışdırırsan sızanağın üstünə, sızanağın içində olan ağ rəngdə çirk var ya, o sıxdığın. Onu dəriyə yaymadan çəkib çıxardır və nəticədə heç bir çapıq, iz, ləkə saxlamadan sızanağı qurudur. Özü də ağ rəngdədir, şəffaf rəngdədir, dəri rənginə uyğundur. Heç yapışdıranda bilinmir. Rahat kosmetika da vura bilərsən. Ətraf mühitdə sızanaqlara verə biləcəyi bütün tozu, bakteriyadan da sızanaqları qoruyur. Yəni bir sözlə də üzüvü sıxıb püskünə qoymaqdansa yapışdır aknesil plastırı. Çox qısa zamanda, hele bir gün yapışdırsan görürsən ki, fiso təmizliyi bir şey yoxdur sızanaq. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Baloğlanla hər zaman sağlam qalasınız.